Son illərdə elektron siqaretlərdən istifadə xüsusilə gənclər arasında geniş yayılıb. Bir çoxları bu məhsulları adi siqaretlərə alternativ daha az zərərli hesab edir. Lakin mütəxəssislər bildirirlər ki, elektron siqaretlər də nikotin tərkiblidir və insan sağlamlığı üçün ciddi risklər daşıyır. Elektron siqaret də içərisində nikotin və deməli digər tütün məhsullarında olduğu kimi içərisində nikotin və bir çox dadlandırıcı və zərərli maddələr deməli toplusu birikdirməkdədir. Bu səbəbdəndir ki, insan sağlamlığı üçün çox ciddi təhlükə doğurmaqdadır. Nikotin tərkibində nikotin olduğuna görə başlıca olaraq asıllıq yaradır və gənclər arasında diqqət pozğunluğu, yaddaş pozğunluğu kimi əlamətlər verir. Ürək döyüntünün artmasına səbəb ola bilir, təzyiqin artmasına ki, bunlar da bir sıra kardioloji xəstəliklərin başlanğıcına gətirib çıxardır. Mütəxəssislər bildirirlər ki, elektron siqaret mayələrində müxtəlif dadlandırıcılar və toksik maddələr mövcuddur. Bu maddələrin buxar şəklində ağciyərlərə daxil olması tənəffüs yollarında iltihab, xroniki xəstəliklər və ürək-damar problemlərinə səbəb ola bilər. Bu riskləri nəzərə alan bir çox ölkə bu tipli məhsulların dövriyyəsinə ciddi məhdudiyyətlər tətbiq edib. Azərbaycanda da bu məsələ ilə bağlı qanunda bir sıra dəyişikliklər edilib. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən sonuncu sessiya iclasında tütün və tütün məmulatları haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi ilə bağlı səsvermə keçirilmişdir. Həmin səsverməyə əsasən həmin qanunda Azərbaycan Respublikası ərazisində elektron siqaretlərin və onların komponentlərinin 2026-cı ilin aprel ayının 1-dən Azərbaycan Respublikası ərazisində istifadəsi, istehsalı, saxlanılması, ixracı qadağan edilməkdədir. Həmin qanun səsvermə yolu ilə qəbul olunmuşdur və təsdiq olunması üçün Azərbaycan Respublikasının prezidentinə təqdim olunmuşdur. Həmin qanun təsdiq olunduqdan sonra Azərbaycan Respublikası ərazisində elektron siqaretlərin istifadəsi qadağan olunacaqdır. Bu addımlar dövlətin sağlam həyat tərzinin təşviqi və profilaktik tədbirlərə verdiyi önəmin göstəricisi kimi dəyərləndirilir. Nəticə etibarilə elektron siqaretlər müasir və zərərsiz alternativ kimi təqdim olunsa da, onların sağlamlıq üçün təhlükələri danılmazdır. Sahil Əliyev, Təxminə Babayeva, Cavad Hüseynov, NTV Xəbər.